Salam əziz şagirdlər. İndi isə başlayır epizod ekran izahına. Qısa keçəcəm çünki görürəm ki, uzun izahları xoşlamırsınız. Deməli, baxırıq burada. Baxırıq, did they leave the city? Bunun özü ümumi sual cümləsi. Deməli, boşluq da mümkündür burada. Ona görə 5 düzgündür. 5 bizim cavabımızın biridir. İkinciyə baxırıq. Baxın, leave təsirsiz feildir. Deyək ki, bu 2 ilə 4 mübtəda vəzinə işlənə bilərmi? Xeyr, mübtəda vəzinə işlənə bilməz. Çünki mübtədanın sualında özündən sonra birbaşa xəbər gəlir. Burada zaten özünün mübtədası var. Niyə biz mübtəda verək ki bura? Ona görə də 2 ilə 2-ni atırıq. Burada da 4-ü də atırıq. Bu mübtəda ola bilməz. Bu ilə votu atırıq. Çünki mübtəda ola bilməz. Zaten cümlənin mübtədası var. Tamamlıq kimi istifadə edilə bilərmi? Xeyr, çünki leave təsirsiz feildir. Ona görə 2 ilə 4-ü atdıq. What time, when? Bir də boşluq bizim doğru cavabımızdır. 1-3-5 doğru cavabdır. 1-3-5 Y variantıdır. Deməli, there was a lot of traffic, but we managed to get to the airport in time. Deməli, 5, 2, 5, 2, 3, 5, 2, 3, 6, but we 2, 3, 1, managed to get to 6, to the airport 4, bir də in time 7. 7, 4, 7. 5, 2, 3, 1, managed to get to airport 4, 7. 5, 2, 3, 1, 6, 4, 7. Cevap B variantıdır. Don't worry about, take care of. About of. B variantı doğru cevaptır. Almadım. I have all necessary qualifications. Bütün deyil keyfiyyətlərim var idi, vacib keyfiyyətlərim. Əzlə because atırıq. Beləliklə nəticə bildirir. Whether deməli, if-in əvəzləyicisidir bu tip cümlələrdə. Deyir ki, əgər mənim bütün keyfiyyətlərim olsaydı, işi ala bilməzdim. Necə olur ki, işi ala bilmədim, beləliklə mənim bütün keyfiyyətlərim var idi olmaz. Ona görə cavabımız C variantıdır. We won't be able to get to station on this bus. I am sure that isn't we need. İsimdən sonra əgər cümlə gəlirsə, isimdən sonra ing-li birləşmə gəlirsə, isimdən sonra id-li birləşmə gəlirsə, yəni söz gəlirsə, isimdən sonra preposition gəlirsə, o ismə biz Z artiklı verəcəyik. Yəni bu 99% belədir. Z artiklı. İkinci tərəfdə Z istəyir. Deməli, bunu çıxdıq. Qaldı bu ilə bu. Baxın, station sözü sayılan isimdir. Biz onu artiklsız verə bilməliyik. Ona görə də variant doğru cavabdır. Keçdiyində, I have always dreamed of having a small house by the sea. Have dreamed. Deməli, biz burada bitmiş zaman seçməliyik. Ona görə didi çıxırıq. Sonra təsdiq cümləsidir. İnkar olmaz, onu da çıxırıq. So has my cousins. Cousins cəmdədir. Has yox, have olar. Ona görə də cavabımız A variantıdır. Getdik digər cavabı. Deməli, couldn't tell me about English weights and measures. Çəkib ölçülər haqqında demirsən, deyə bilmədin, heç nə deyə bilmədin. Eyni nə vaxt verir ki, cümlədə əvvəldə noun olsun. Ona görə B-ni çıxırıq. Eyni heç vaxt özü təkcə nə ismin yerində işlənə bilməz. Əvvəl gələn ismi əvəz eləyə bilər. Amma ümumiyyətlə eyni biz isimsiz verə bilmərik. Əvvəldən əgər nəsə deyilməyibsə. Ona görə də B-ni çıxdıq. Some inkar cümləsində işlənmir. Something inkar cümləsində işlənmir. Everydən sonra mütləq şəkildə isim gəlməlidir. İsimsiz işlənməz. Cavabımız C variantıdır. It seems that the Earth is the only planet. Only varsa da bilin ki, bunun zəhətdir, bağlayıcısı. Which support sorularda atdıq. Zaten cavab bilir ki, C-dir. İsimdən sonra where yer bildirən gələr, amma heç vaxt where-dən, when-dən, why-dən, how-dən, ondan sonra when, why, how, whom, whose. Bunlardan sonra belə təyin budaq cümləsində isimdən sonra birbaşa xəbər gəlməz. Yalnız gələr who-dan sonra, which-dən sonra, ondan sonra gələr z-dən sonra, gələr of, which-dən sonra,
Bir də of, whomdan sonra xəbər gələ bilər. Əks halda xəbər gələ bilməz. Ona görə Y variantda səhvdir. Supports, isimdən sonra supports birbaşa gəlməz. Ya onlar supporting, cümlə məlumdadırsa, məchul-dadırsa da id ilə gələ bilər. Ona görə də cavabımız bu deyil. İsim plus what olmaz təyin budaq cümləsində. What nisbə vəzlik deyil, nisbə zərf deyil. Baxaq indi. Before birisi bitmiş zamanların göstəricisidir. Ona görə də bunu atırıq. Sonra gəlirik. Ne yapıyor? Don't know, tanımıram. I have never seen him before. Bir düzdür. Biri indiki bitmiş, biri keçmiş bitmiş olmaz. Ona görə də cavabımız 3 də doğrudur. Didn't know, keçmiş zaman. Had never seen before, əvvəl görməmişəm. 1-nin 3 doğru cavabdır. Cavabımız A variantıdır. Sonra gəlirik. Can be changed into passive, passivə çevrilə bilən. Passivə çevrilə bilən cümlələr belədir. Feilin tərcüməsini bilirsinizsə, deməli o cümləni passivə çevirmək sizin üçün çox asan olacaq. Çünki feil əgər kimi nəyə sualına cavab verirsə də onu passivə çevirə bilərsiniz. Sleeps, yatır, kimi yatır, nəyə yatır deyə bilmərik. Ona görə çıxdıq. Review, nəzərdən keçirəcək. Nəyi, kimi, doğrudur. Təşkil edib. Nəyi, kimi, doğrudur. Arrive, çatıb, nəyə çatıb, kimi çatıb deyə bilmirik. Ona görə səhvdir. Cavabımız 2-lə 3-dür. 2-lə 3-də D variantıdır. Choose a correct form of the verb. Əgər feili biz deyirik, sonraki hərəkəti ondan sonra eləyiriksə, o zaman to veririk. Yox, ümumiyyətlə bu belədirsə, onda ing veririk. Bunun qanunu belədir. Məntiqlə düşünəndə hamısı elə alınır. Want to, istəyirəm, edirəm. Burada da söz verir, sonra edir. Ona görə də to help olacaq. Bu özündən sonra to tələb edən feil. Sonra gəlirik digərinə, 67-yə. The teacher, baxaq, mübtədə xəbər uzlaşmasıdır. Teacher'dan sonra explains olardı, 1-2 çıxdı. Girl, sözönlü birləşməni xəbərə kimi silirsiniz. Girl is, doğrudur. Sözönlü birləşmə xəbərə kimi silinir. Idea, are olmaz, səhvdir. Sözönlü birləşməni yenə xəbərə kimi silirsiniz. Help, səbit, düzdür. Deməli, doğru cavabımız hansıdır? 2 və 4. 2 ilə 4 də Y variantıdır. Rahatlıq, ələ açıqlıq, sübut. Information or proof. A. Sübut. A belief in your ability. Qabiliyyətinə inam. B. Confidence. Readiness to give or share. Vermək və paylaşmağa hazırlıq. C variantıdır. B, C, A. B, C, A. B, C, A. D variantı. Afford to buy a new car. So'dan sonra keçmiş zaman gəlirsə, deməli bu zaten keçmiş zaman olacaq. Çünki so'dan sonra nəticə gəlir. Səbəb də ondan əvvəl gəlirsə də, deməli o da keçmişdə olacaq. Ona görə indiki zamanları atırıq. A new car afford'a imkanları olmayıbdır. Ona görə də nə? Second hand alıblar. Deməli olmayıb. Ona görə də təsdiqlər də çıxırıq, qalır D variantı. 70'ə baxırıq. Choose a sentence with the noun in the possessive case. Yerlik halda olan cümləni istəyir. A watchmakers, yəni bu absolute genitive case'dir. Saat düzəldən deyir də. İndi onun yerini absolute genitive case'də shop, ondan sonra place, ondan sonra deyək məsələn ofis sözləri ixtisar gedə bilər. Ona görə bir düzdür. 2-yə baxırıq. Everydən sonra tək isim gəlməlidir. Onu silirik. Woman olmalıdır. How far is the nearest dry cleaners? Yəni quru təmizləmə. Düzdür. 3-də. 4-də isə baxırıq. 20-dən sonra minus sözü S apostrof olmalıydı. Ona görə də 4-də səhvdir. Cavabımız olur 1-lə 3. 1-lə 3 də D variantıdır. Keçdik indi look, görünürsən. Very'dən sonra adi dərəcə gəlir. Much more serious olardı, o da very ilə uyğun gəlmir. A little more seriously olmalıydı, o da look ilə uyğun gəlmir, very ilə uyğun gəlmir. Very'dən sonra artikel işlənməz. Seriously look ilə uyğun gəlmir, D-ni də çıxırıq. Serious enough olardı, very'siz, ona görə yeni də çıxırıq. Qaldı A variantı doğru cavab. Sonra baxırıq birinci cavablarımıza. Tribune sözünə görə biz burada gəlirik, yenə onu tapırıq. Sonra keçirik digər sıra. True istəyir bizdən. True istəyirsə də onlunu atırıq. Ondan sonra yenə də deyir, yanırsa da kiçik. Bunu zaten bilirik ki, daş kömür və petrolu yandıranda çoxlu çıxır. Small amount olmur ki. Large amount olmalıydı. Ona görə də 4'ü çıxırıq.
Dörtlü cavablarda çıxırıq. Deməli bizim dörtlü cavab 1-3 qaldı, 2-3 qaldı. And coal are consumed. This will eventually lead to resource shortages. Are consumed. Bunu gəlib tapmalıyıq orada. Absorb energy from the wind. Soların bundan nə işi var? Bu electricity lazımdır ona. Ona görə də cavab 2-də 2 səhvdir. Çünki bu küləklə soların nə əlaqəsi? Ona görə də 2-ni çıxırıq. Solar energy can be used in place where electric power lines are not accessible. Yəni ulaşılan olmayanda 3 düzdür, 1 düzdür. 1-lə 3 doğru cavabdır. Burada D variantı. Hələ baxmamışam mətnə. Mainly about. Əsas söhbət bayaqdan nələrdən gedir? Wind dedi, solar dedi, karbon dedi, petrol enerji dedi. Deməli, enerji source-dan söhbət gedir. Renewable energy source deyir. Advantajları nədir? Yenilənən enerjinin avantajları nələrdir? Deyir, bitmir, düzdür. Coal, renewable energy source cause pollution. Renewable heç vaxt pollution cause olmur. Ona görə bu səhvdir. Increase our dependence on coal and increase or decrease? Decrease. Ona görə bu səhvdir. Renewable energy helps reduce global warming. Yes, it's correct. 4-də düzdür. 1-lə 4 doğru cavabdır. 1-lə 4 də C variantıdır. İndi başqa sual varmı? Which paragraphs best fits the following? To have a similar appearance to somebody or something. Oxşar deyir, görünüşü olan. Look like, take care, take after. Ondan sonra və s. Solar panels are, bunu özümüz biz 2 dənə sözü. Can you imagine the world without electricity? Bu da bizim opinionumuzdur. İndi baxaq. World continue dependence on petroleum oil. Birinci nəyə baxasıydıq biz? Tribunes. Tribunes hardadır? These tribunes look like. Look like var imiş burada. Look like bəlkidir. Onun cavabını yazaq. To look like. Bizdə 3-cü paragrafdan istəyir, elə 3-cü paragrafdadır. And usually have 3 long arms. 3 long arms. When the long arms rotate, repeatedly produce electricity. Are located on wind farms and resemble windmills. Yes, it's correct. Look like or resemble. Sonra gəlirik. Are devices that transform solar energy into electricity, not solar energy. Not solar energy. Silirik bunu. Are like windmills and generate energy from wind. Düzdür. Equipped with 3 tiny or long arms. Gördünüz, long arms. Deməli, 4-də səhvdir. 1-lə 3 doğru cavabdır, A variantı doğru cavabdır. Sonra gəlirik digərinə. Deməli, are consumed did eventually lead to resource shortages. Baxaq indi. Petroleum and coal. Hardadır? Petroleum, coal are non-renewable sources, which means that once they are used, they cannot be replaced. Yəni yerinə əlavə eləmək olmur. Yəni shortage yarana bilər. Ona görə bir düzdür. Solar energy transform into electricity yazacaq sundan. Yəni solar günəş sistemi from the sun olacaq. Sun. Ona görə də bu səhvdir ki. Can be used in place of electricity power lines. Power lines, electric power lines are not acceptable. Gəlin indi baxaq görək bu hardadır. Solar energy. Panels are devices that absorb energy directly from the sun and transform it into electricity. In place where there are no electric power lines, solar energy is a very important alternative. A very important alternative. 3 düzdür. 1-lə 3 doğru cavabdır. Cavabımız D variantıdır. 74-də söhbət enerjiden gedirsə nə idi? Enerjiden gedir. D variantı, C variantı doğru cavabdır. Hansı avantajları var? Natural source, renewable energy will never run out. Bitmir deyir heç vaxt. Amma o birisi bitir. Like petroleum and coal, renewable energy source cause air pollution? No.
Renewable energy sources increase our dependence on coal and petroleum. Deməli bu increase yox, decrease olmalıydı. Yenilənən renewable energy helps reduce global warming. Reduce. Bəli. 1-4 doğru cavabdır. Write synonyms the word from the word issue from the paragraph. Issue problemdir də. Problemdir də bu issue. Ondan sonra complete the sentence. Gəlin baxaq bir də birdən problem olmaz, səhv yazaram. 76 synonym issue. Issue from the paragraph 1. Paragraf 1'də istəyir. Baxaq indi. Problem. Solar panels are at least 2 words. Gərək. Solar panels are devices that absorb energy directly from the sun and convert eləyək into energy. Convert energy. İkisini yazsaz bəs eləyir. Can you imagine the world without electricity? Yəni dünyanı elektriksiz təsvir eləyə bilərsinizmi? Təbii ki, yox. Elektrik keçdi, işıq olmadı. İnternetin özü də elektriklə paylaşılır. İşıq olmadı, internet olmadı və s. Yəni öz həyatınızı onsuz təsəvvür eləyə bilərsinizmi? Bunun üçün mən düşünürəm ki, hamı birbaşa ilə interneti misal çəkib yaza bilər və yaxud ona bənzər nələrsə də yaza bilər və ağlıma mən belə bir şey gəlir ki, məsəl üçün belə deyə bilərik ki, düşünürəm ki, elektrik enerjisi olmadan müasir həyatı təsəvvür etmək olmaz. Yəni, demək olar ki, mümkün deyil. Çünki bugün biz gündəlik həyatımızda işıqdan tutmuş telefona, kompütera, soyuducuya qədər hər şeydə elektrik enerjisindən istifadə edirik. Birinci Azərbaycan dilində yazmaq lazımdır ki, biz bunları ingilis dilinə tərcümə eləyəndə dolğun cümlələr çıxsın. Yoxsa birbaşa ingilis dilindən başlasanız, qətiyyən bunu yaza bilməzsiniz. Mən demirəm, imtahan müddətində birbaşa yazın Azərbaycan dilində, sonra tərcümə eləyin. Xeyr, ən azından beyninizdə Azərbaycan dilində fikirləşin, sonra ingilis dilinə tərcümə eləyin. Birbaşa ingilis dilində yazmağa başlamaq olmaz. Düşünək ki, məsələn, mən düşünürəm ki, elektrik enerjisi olmadan müasir həyatı təsvir etmək olmaz. Demək olar ki, mümkün deyil. Because, yəni bundan sonra because gəlməlidir, it's because gəlməlidir. Ona görə ki, bugün biz gündəlik həyatımızda işıqdan tutmuş telefona, kompütera, soyuducuya qədər hər şeydə elektrik enerjisindən istifadə edirik. Əlavə olaraq, bugünkü informasiya texnologiyaları, internet və kommunikasiya vasitələri tamamilə elektrik enerjisinə əsaslanır. Buna görə də elektrik enerjisini qorumaq və alternativ enerji mənbələrini inkişaf etdirmək bugünkü dünyanın ən vacib məsələlərindən biridir. Beyninizdə fikirləşdiniz, indi onu ingilis dilinə çevirmək lazımdır. Düzdür, mənim özümü yazdığım biraz böyükdür, amma yəni bu cür düşünüb yazsanız, yəni Azərbaycan dilində birinci düşünmək lazımdır ki, onu ingilis dilində də tərcümə eləyərsiniz. Xüsusilə də bəzi qəliblər var ki, onu izləmək lazımdır. Düşünürəm ki, bu ona görədir ki, ədavi olaraq buna görə də kimi ifadələrdən istifadə eləmək lazımdır. Və onu ingilis dilində də tərcümə eləmək üçün kanalda tərcümə videom var. Ona baxın, tərcümə eləməyiniz çox rəvanlaşacaq. Sonra gəlirik biz digər listeningə. Listeningə baxaq əvvəlcə. Deməli, solar day is important for science because it's lithium. Lithiumdur. Is completely covered with white sand. Axı, bu sand deyil. Səhv eləmirəmsə bu duzu idi. Nəysə, baxaq indi. Look like a big white desert in the dry season. Is quiet with its plants and buildings. Sakitdir deyir. Bitkiləri və binalarıyla. Gəlin indi o birisinə baxaq. Which statement is true according to the passage? Natural beauty makes it unusual. Hər yer dümmaq deyil ki, bunun unusual olmağı buradan bilinir. To avoid. İnkar cümlələri sizdən true istəyirsə də inkar tipli sözləri biz silirik. Unusual qeyri-adi deməkdir. Yəni bu inkar deyil ki. Amma avoid önləmək deməkdir. Silence deyir, sakitçiliyi önləmək üçün gəlirlər bura.
The water creates a mirror-like surface that reflects the sun. Sudur. Su mu reflekt eləyir ki? Buna su reflekt eləyirsə də nəyə unusual oldu ki? Bunun hər yerdə var da, bu su reflekt eləyir. The cellar the uni looks like same as other places. Not eyni deyil ki, o Duma bir yerdir. Ona görə də bu da deyil, düşünürəm ki. White salt on the ground of salary unit seems limited. Limitli göstərir. Yəni biz burada aynı limit sözdə yenə də yəni bu mənfi xarakterli sözdür, amma Y variantı ilə A variantını saxlayaq, qalanlarını mən çıxıram. Çünki yenə də baxarıq. Pasaj nədən ibarətdir? Turistlərdən ibarət deyil pasaj. Bayaqdan görürsünüz, söhbət təkcə heç bunun adı çəkilmədi. Şoranlıq deyil, duz var deməli burada. Sudan söhbət getmir. D variant doğru cavabdır. Under the salt flat. Duz düzənliyi. Bu da ola bilər. Saxlayırıq, neysə. Saxlayırıq bunları. Keçirik ona. What happens in the rainy season? Yağışlı havada nə baş verir? Complete the sentence according to the passage. As a result, the place looks magical as if. Sonra desert feili pasajda nəyi təsvir edir ona baxacaq. Buna bitdi. Bitdi. Deməli, biz gəlirik indi dinləməmizə. Have you ever heard of a place so unique that it looks like another planet? The Salar de Uyuni, located in southwest Bolivia, is the world's largest salt flat on Earth. It covers more than 10,000 square kilometers and sits high up in the mountains. The issue or problem of how this extraordinary place was formed goes back thousands of years, when prehistoric lakes dried up and left behind a thick crust of salt in the dry season. The Salar de Uyuni looks like a giant white desert. The ground is completely covered with bright white salt, which gives it the appearance of a big white desert. The natural beauty of this place makes it truly unusual and unlike anywhere else in the world. It is considered one of the most stunning natural landscapes on Earth. In the rainy season, a thin layer of water covers the salt flat. This water creates a perfect mirror-like surface that reflects the sky above. As a result, the place looks magical, as if the sky and the earth are connected. The horizon disappears, and visitors feel as though they are standing in the middle of the clouds. Many tourists from all over the world visit Salar de Uyuni to experience this breathtaking view and to take incredible photographs. Beyond its natural beauty, the Salar de Uyuni is also extremely important for science and industry. Deep beneath the white salt crust lies one of the world's largest reserves of lithium, a metal used in batteries for electric cars and mobile phones. Because of this, the Salar de Uyuni is considered highly valuable. Bolivia and many other countries depend on the lithium found here for the development of modern technology. In conclusion, the Salar de Uyuni is not just a beautiful place. It is also a place of great scientific and economic importance. Whether you visit in the dry season to see the vast white landscape, or in the rainy season to witness the magical mirror effect, this extraordinary salt flat is truly one of the wonders of the natural world. Bu cür. Bu da bizim dinləməmiz. Düşünürəm ki, doğru cavabları qeyd edibsiz. Deməli, Salar de Uyuni is important lithium mineral, lithiumdur. Birdir, is completely covered with white sand. Sand yox, cover olub lithiumla, yəni şoranla. Looks like a big white desert in the dry season. Is quiet with its plants and buildings. Deməli, burada bizim doğru cavabımızdır. Doğru cavabımız olmalıdır. Burada biz verməliyik. Bu hissəsinə of how this extraordinary place was formed goes back thousands of years, when prehistoric lakes dried up and left behind a thick crust of salt in the dry season. The Salar de Uyuni looks like a giant white desert. The ground is completely covered with bright white salt, which gives it the appearance of a big white desert. The natural beauty of this place makes it truly unusual and unlike anywhere else in the world.
It is considered one of the most stunning natural landscapes on Earth. Bu qədər. Deməli, baxaq indi. Oxuda cavabları yazdım. Gördüğünüz oxuda 71-də cavab A-dır. 71-də 72-də cavab A-dır. 73-də cavab D. 74-də C. 75 1-4 C. 76 problem. 77 to look like. 78-də dedim ki, dəyişəcəksiniz convert, enerji sözləri ilə. Bunu yazmaq, opinion yazmaq üçün birinci Azərbaycan dilində düşünün, beyninizdə, öz ana dilinizdə, sonra tərcüməni də eləyin, o zaman dolğun cavablar verəcəksiniz və qəlibi izləməklə. 81-də A-dır, 79, 80-ə baxırıq, 80-də oldu 1-3, yəni C variantı, 81-də A variantı, 82-də D variantı, 83-də the thin layer of water covers the flat and makes it, daha doğrusu, and it looks like as a mirror effect. Bu şəkildə verə bilərik. As a result, the place looks magical, as if the sky and the earth connected. Desert hissəsini təsvir edən big and white zaten burada var, gördüyünüz kimi. Bu qədər. Sağ olun, salamat qalın.